bunu yaradan əsas səbəbləri nəzərdən keçirtdim. İstəyirəm onu bir də təkrarlayayım. Yəni izləyicilər ola bilər ki, indi kimlərsə eşitməyib. Onlar üçün demək, kişi cinsi zəifliyini yaradan əsas səbəblər. Yəni əvvəla qeyd edək ki, kişi cinsi funksiyasını yaradan və insan bədənində onu həyata keçirən iki əsas orqan var. Xayalar və prostat. Toxum kisəciklərdə orada elə bir ki, köməkçi orqandır. Onu da qeyd eləmək olar. Amma əsas xayalarla prostatdır. Və bu iki orqanın hər biri öz-özlüyündə çox böyük iş görürlər bu cinsi funksiyanın həyata keçməsi üçün. Ona görə bunların birində biraz problem olan kimi dərhal bu cinsi funksiyanın işində pozulmalar olur. Və burada əsas, yəni ona gətirirdim ki, yəni çoxlu suallar olur ki, yazırlar ki, doktor, mən sink içirəm, niyə bəs mən düzəlmirəm? Sink içəndə yaxşı olmalıdır. Bilirsiniz, bunlar hamısı, yəni reklam başqa şeydir. Marketing, reklam, kimsə dərman gətirir, onu realizavat edir. O tamam başqa bir şeydir. Real həyat, real müalicə tamam başqa bir şeydir, yəni. Hansısa bir sinkin çatışmamazlığından, nə bilim mən, selenin çatışmamazlığından güclü cinsi zəiflik olmur. Bunlar mikroelementlərdir. Mikroelementlər. Yəni onlar az miqdarda insan bədənində olur və cinsi funksiyada bunların rolu var. Bütün bədəndə bütün proseslərdə rol var. Eyni zamanda cinsi funksiyada da. Ona görə ona əsaslanıb ki, mən çoxlu sink içim, hər şey yaxşı olacaq. Belə olmur. Başa düşün, özünüzü allatmayın. Yəni özünüzü belə mənasız şeylərə inandırmayın. Vaxtınızı və vəsaitinizi itirməyin. Əgər cinsi zəiflik varsa, birinci burada araşdırılmalıdır prostat və xayalar. Ki bunlarda nə problem var? Sonra hormonlar araşdırılmalıdır. Şəkərə meyilli, qaraciyər funksiyaları. Yəni cinsi funksiyanın pozulmasına səbəb olan məsələlər bax bu orqanlarda hərlənir. Bu orqanların içindədir. Əsas bu orqanlara baxılmalıdır, yoxlanmalıdır, səbəb tapılmalıdır və onun qarşısı alınmalıdır ki, bu testosteron qalxsın, bu adamda cinsi funksiyada yaxşılaşma olsun. Bəli, bəzən olur, səbəb tapmaq olmur, belə də olur, etiraf eləyək, mənim özüm də başıma çox gəlib. Ki, araşdırıram, səbəb tapa bilmirəm, baxırsan ki, hər şey yaxşıdır. Tapa bilmirsən ki, bu adamda problem nədədir? İndi düzdür, bəzən psixoloji amillər də olur, ona da yönəldirlər, amma yenə də belə hallar da olur. Daha sonra olur, bəzən tapırsan səbəbi, aradan qaldıra bilmirsən. Məsələn, şəkər xəstələrində olan cinsi zəiflik, bunu aradan qaldırmaq çox çətin məsələdir. Nəyə görə şəkər olan insanlar artıq elə bir ki, bu bir zəncirvari reaksiyanın içinə düşürlər də. Yəni, şəkər qalxır, insulin rezistentliyi olur, insulin orada artır və o da testosteronun aşağı düşməsinə səbəb olur. Eyni zamanda uzun müddətli şəkər xəstəliyi olan insanlarda damar divarları korlanır, onlarda azot oksidin əmələ gəlməsi prosesi pozulur. Yəni, azot oksidi bu bir maddədir. Azot oksidi. Bu da elə bir ki, sünətin içində damarların, mağaralı cisimlərin, burada mağaralı cisimlər var da, yəni boşluqlar var, damarlar var. Onun içinə qan dolur və sünətdə durma olur, ereksiya olur. Bax, həmən maddənin əmələ gəlməsinin pozulması da, yəni bu da gətirir şəkərli diabetə, gətirib çıxar. Yəni damarın funksiyası pozulur. Həmən maddə damarın içində bir qat var, endotelial qat deyirlər. Bax, o qatda əmələ gəlir. O azot oksidi. Yəni sözümün canı ondadır ki, yəni reklama aldanıb hansısa bir filan dərman yaxşıdır, hamımız gəlin ondan içək, belə müalicə olmur. Hər bir insanda bir problem var, hər bir insanda bir səbəb var və səbəblər fərqlidir, insanlar individualdır və o səbəbi tapıb, onun əsasında artıq şəxsi müalicə eləmək. Əgər ciddi istəyirsinizsə ki, cinsi funksiyanızı düzəldəsiniz, sağlam olasınız. Bunun üçün birinci səbəbi tapmaq lazımdır. Müvəqqəti, belə çoxlu insanlar gəlir ki, həkim, mənə gücləndirici yaz, nəsə zəifləmişəm. Belə olmur, gücləndirici yazmaqla müalicə olmur. Əvvəlcə səbəb tapılmalıdır ki, niyə bu adam zəifləyib, niyə bunun cinsi funksiyası zəifləyib? O səbəbi tapıb aradan qaldıranda, əksər hallarda görürsən ki, cavan adamlarda cinsi funksiya öz-özünə bərpa olur. Çünki bu cavan orqanizmdir. Bunun hər bir hormonu, hər bir funksiyası yerli yerindədir. Çatışmayan məsələni həll edirsən, problemi aradan qaldırırsan, cinsi funksiya öz-özünə düzəlir. Təbii ki, yaşlı insanlarda
yaşı 45-dən 50-dən yuxarı olan insanlarda bəli, olur ki, cinsi zəifliyin müalicəsində köməkçi dərmanlar istifadə etmək lazım gəlir. Təbii ki, yəni, yaş da öz sözünü deyir, bədəndə olan xəstəliklər öz sözünü deyir. Bunu da başa düşmək lazımdır. Və yəni sözümün